Hər vaxtınız xeyir olsun yoldaşlar. Son dövrlərdə imtahanlarda kifayət qədər məşhurlaşmış bir sual tipi ardıcıl bütün imtahanlarda demək olar ki, istifadə olunur. Ona görə də digər imtahanlara da düşəcəyini düşünərək bunu ayrıca videoda çəkmək qərarına gəldim. Müxtəlif qəbulların içərisində, amma bundan dəfələrlə izah etmişəm. Bir tapşırığın həlli üçün aşağıda iki tip qanun uyğunluq müəyyən edilir. Birincisi böyük rəngsiz fiqurlar arasındakı qanun uyğunluqlar. İkincisi də kiçik içəridəki rəngli fiqurlar arasında qanun uyğunluqlar. Və qanun uyğunluqlarda hər tip üzrə ən az birinə uyğun gələn şəkli seçin. Yəni demək istəyir ki, siz burada çöldəki fiquru və içəridəki fiquru ayrı-ayrı baxmaq şərti ilə müxtəlif yollarla digər varianta çevirməlisiniz. Və bu fiqurda isə həmin yollardan ən az birinə cavab verən, bir dənə çöldəkinə, bir dənə də içəridəkinə cavab verənləri seçəsiniz. Vay yoldaşlar, gəlin belə bir müzakirə aparaq. Yazıram çöldəki fiqur və yazıram içəridəki fiqur və ayrı-ayrı baxıram. Çöldəki fiqur neynəsə sağdakı vəziyyətə düşər. Məsələn, baxın, onun təpəsi yuxarı baxır. Burada isə biraz sağa doğru meyillənib. Yəni təxminən 45 dərəcə dönüb. Düzdür? Təxminən. Biz aşağıdakı fiquru da 45 dərəcə döndərə bilərik də deməli. Deməli, çöldəki fiqur 45 dərəcə sağa və ya sola dönərək həmin vəziyyəti ala bilər. Bəs sola necə? Baxın, həmin hissə də elə buradadır da. Biz bu fiquru nəinki 45, hətta 90 dərəcə də fırlada bilərik ki, verin. Uc hissədən çıxan ox, burada da sağ tərəfdən çıxarılsa, gördüyünüz kimi 90 dərəcə də fırladıla bilər. Deməli, çöldəki fiqur 90 dərəcədə sağa sola fırladıla bilər. Hətta biraz uzatsaq ona 135 dərəcə fırlanı filan da deyə bilərik. İndi içəridəki fiqura baxın. İçəridəki fiqur ehtimaldır ki, sabit qala bilər. Sonra nə ola bilər? Bilirsiniz ki, simmetrik fiqurları sağa sola aşırdanda onlar özləri kimi görünür. Məsələn, deyək ki, onun təpə nöqtəsi yuxarı baxır. Onu 90 dərəcə aşırsalar, təpə nöqtəsi sağa baxacaq. Deməli, 90 dərəcə sağa və sola da aşırda bilərik. Və həmçinin, axı onun bütün təpə nöqtələri bir-birinə oxşuyur. 180 dərəcədə fırlada bilərik. Yəni, baş ayaq da fırlada bilərik. Bu, buradan düz bura kimdə fırlada bilərik. Deməli, 180 dərəcədə fırlana bilər. İndi biz cavablardan hansı cavabları götürəcəyik? Burada yazdığımız qanuna uyğunluqlardan ən az birinə və burada yazdıqlarımızdan ən az birinə cavab verənlər. Məsələn, gəlin, baxaq, tutaq ki, birinci fiqura. Ya da istəyirsiniz, individual baxaq. Məsələn, çöldəki fiqurun xassəsinə uyğun. Çöldəki fiqur 45 dərəcədə sağa sola dönə bilər, 90 dərəcədə. Görək hansısa bizə cavab vermirsə o istiqamətdə cavablardan çıxardaq, silək. Ki verin, birinci fiqur 45 dərəcə fırlanmış ola bilər. Üçüncü fiqur da 45 dərəcə fırlanmış ola bilər. 2, 4 və 5-ci fiqurlar isə çöldəki fiqurlar 90 dərəcə fırlanmış ola bilər, sağa və yaxud sola. Deməli, çöldəki fiqurun xüsusiyyətlərinə uyğun hansısa variantı çıxdaş edə bilmədim. İndi qaldı içəridəkinin xassələri. Bax, fiqur sabit qala bilər, bəli, qala bilər. Deməli, bu fiqur sabitsə, biz 5-ci bəndi doğru götürə bilərik. Sonra, fiqur dedik 90 dərəcə dönə bilər. Bu fiqur 90 dərəcə dönsə üzü yuxarı, ağzı bu tərəfə dayanmalıdır. Heç bir variantda elə dayanmayıb. 90 dərəcə aşağıda dönsə ağzı bu tərəfə dayanmalıdır. Heç bir variantda da elə dayanmayıb. Bəs 180 dərəcə dönsə, 180 nə deməkdir? Tərsinə deməkdir, düzdür? Elə bir ki, ya saat istiqamətində ya da tərsinə 180 dönmək. Aşağı baxırsa ox, indi yuxarı baxmalı. Ki verin, 1-də də ağız yuxarı baxır, 4-də də ağız yuxarı baxır. Deməli, 1-i də götürmək olar, 4-ü də götürmək olar. İndi fikir verin, mən niyə cavabı 1, 4, 5 götürürəm? Niyə 1, 4, 5 götürürəm? Çünki çöldəki fiqur 45 dərəcə fırlana bilər, bu vəziyyəti ala bilər, bəli.
Burada da çöldəki fiquru 45 dərəcə fırladanda 1-i almaq olar. İçəridəki fiqurda 180 dərəcə fırlana bilər. Bəli, bu da 180 fırlananda bunu verir. Deməli, 1 həm çölün, həm də içərinin ən az bir xüsusiyyətini özündə saxlayır. Eyni qayda ilə 4-də. Çöl 90 dərəcə dönə bilər, içəridə 180. 5-də. Çöl 90 dərəcə dönə bilər, içəri isə sabit qala bilər. Deməli, 1, 4, 5 doğru cavab. İndi isə ikinci suala baxırıq. Yenə eyni məntiqə, eyni şərtə əsaslanan bir sual nümunəsidir. Gəlin görək biz çöldəki fiquru necə, içəridəki fiquru necə ala bilirik. Çöldəki fiqur, içəridəki fiqur. İçəridəki fiqura baxın. İçəridəki fiqur ya 90 dərəcə sağa aşıb, ya da 90 dərəcə sola aşıb. Deməli, içəridəki fiqur 90 dərəcə sağa və yaxud sola aşıb. Bəs çöldəki fiqur, fikir verin. Biz çöldəki fiquru 90 dərəcə sağa fırlatsaq, burada gördüyünüz tikanlar yıxılacaq sağa doğru, yəni sağa baxacaq. Amma burada sağa yox, sola baxıb. Deməli, çöldəki fiqur 90 dərəcə fırlanandan sonra həmçinin də güzgü əksi kimi açılıb. Və ya çöldəki fiqur 90 dərəcə sola dönər, tikanlar sola baxar. Güzgü əksi kimi sağa açılır. Deməli, 90 dərəcə sola dönüb, sonra da güzgü kimi açıla bilərmiş. İndi gedib cavab variantlarına baxıram. Bax, içəridəki fiqur 90 dərəcə dönür, düzdür? İçəridəki fiqur 90 dərəcə dönəndə, kvadrat 90 dönəndə yenə kvadrat kimi qalır. Ona görə 4-cü bənd heç düzgün cavab ola bilməz. Çünki içəridəki fiqurun xassəsinə uyğun deyil. Fikir verin, bu fiqur, çöldəki fiqur olduğu kimi qala bilərmi 5-də? Burada görürəm ki, qalmayıb da. Deməli, 5 də cavab ola bilməz. Fikir verin, fiqur 180 dərəcə tərsinə fırlanıb bunu alıb 3-cü fiqurda. Bunlar 180 dərəcə tərsinə fırlananda alınır, xeyr alınmır. Bu 180 dərəcə tərsinə fırlansaydı, yenə də yanaki görünəcəkdi. Dikinə görünməyəcəkdi. Deməli, 3 də doğru cavab ola bilməz. Cavab 1 ilə 2-dir. Niyə? Fikir verin. 90 dərəcə bunu, çöldəki fiquru 90 dərəcə sola fırladıblar. Ucu dayanıb sola doğru. Güzgü kimi açıblar, sağa baxıb. Ya da 90 sağa fırladıblar. Ucu sağa baxıb. Güzgü kimi fırladıblar, sola baxıb. Deməli, çöldəki xüsusiyyətlər ödəndi. İçəridəki də ki, dediyi 90 dərəcə fırlanır. Kvadrat 90 dərəcə fırlananda yenə özünü verir. Cavab olur avtomatik 1 və 2. Bax, belə yoldaşlar. Fikrimcə ətraflı izah edə bildim. Ümid edirəm ki, düşsə faydalana biləcəksiniz bu videodan. Növbəti videolarımızda görüşənədək son həftələr kanalıma onlarla video yükləmişəm. İmtahana gedənlər üçün çox faydalıdır. Baxın, izləmədə qalın. Hamınıza uğurlar arzulayıram. Salamat qalın.